son zəng şəkillərimizdir. Məsələn, heç onların heç birini çıxartdırmamışıq. Onları çıxartdırıb saxlamaq. Düzdür. Video O şəkillərdən çox videolar maraqlıdır. Kameraya salam deyə dayanım da sən geniş götürəm. Salam. Bir də 30 izad sonra özünə baxarsan. Hardayıq indi biz? Biz Açıqla. İsmaillının nə buynuzlu kəndi. Yadından çıxdan, nəsə buynuzlu idi. Buynuzlu kəndi. Hə, buynuzlu kəndi. Orada da kimsə var. Gəl gedək nənə babanı çək. Bunu çəkəcək. Çift verecekler, Cross zona arendaya verecekler. Olacak bir adamın. O da ya paşaların ya kimin olacak? mehribançıların. Mehriban ola hemşe. Nə qəşəng corabım var. Doğrudan. Hə. Pişikdir o. Bunlara od vurdular. Şeydi, ayıd o nəysə. Ayıd. Sən neçə təvəllüdsən? Mən 1958. 58. 1958 aprelin 1-i. Doğrudan. O da 1950. Hə, vay doğrudan. Əslində mart ayında anadan olmuşam. Amma aprelin 1-i yazıblar. Ona tər olur. Martın 15-dən sonra doğulmuşam. Nə bilim o vaxtı mitirkanı gec alırmışlar da. Hə, deməli O vaxtı yığırdılar hamısını ayın birine yazırdılar. Böyle hamısı ayın olsun görüyor. Hamı ayın birine. Asan da olsun. Hamı ayın birine. Sonradan yarandı. Deməli qardaşımın mitirkasını almayıblar. Kamal da 56-cı ildəndir, mən 58. İkimizin mitirkamızı bir alıblar. İndi kənd yerdə Sovetdə. Gətirib ikimizi də aprelin 1-nə yazılar. Amma əslində mən mart ayında anadan olmuşam. Yazıq mamam onun üstünə deyir o qədər danışıq elədim, amma xeyir olmadı. Martın özü hamısı bitsə yadı deyirdi. Axırıncı təkdən 3 gün qabaq sən anadan olmuşsan. Səni gətirib aprelin 1-nə yazılar. Avqust ayda Kamal anadan olub. Gətirib onu da aprelin 1-nə yazılar. İkimizinkində aprelin 1-idir. Basmalar verilmiş. 13 iyul saat 18:44 2026-cı il İsmayıllı rayonu. Ailəm oradadır. Atam, anam, nənəm, babam. Oxuyub diplomat gətirib. Oxuyardın. Baş altına qoyub yatanlar var. Heç nə istifadə Amma edir, nə festival bir şey. eləmsən də. Axırda genel bir arzuma çatdım da. Bir yaxınlaşdın, poza da olsa da, qısa olsa da qutardım. Diplomum var. 91-ci il, yox. 90-cı ildə. 90-cı ildə qutarmışsan. 90-cı ildə, hə. Ürəkliydi mamam məsələn. Hissi Qorxmurdu, olunur. çəkinmirdi. Qəşəng, əli şəfalıydı sanki. Balaca uşaqları falan gətirirdilər, mamam onları qəşəng nəsim vururdu. Sən demişdin ki, sən balaca olanda musiqiçi olmaq istədin, saz çalan olmaq istədin. Sazdan da xoşum gəlirdi, amma o bizim kənddə elə bir ki, Yaxşı baxılmır. qız uşağının müğənni, nə bir saz çalması, belə şeyə heç kim icazə verməzdi də, mümkün deyildi. Amma mənim ürəyim gedir indi də, saz səsi gələndə ürəyim belə əsir də, bir ilə xoşum əlir. Biz tərəflərdə əslində saz, aşıq sənəti elə çox modda. Mənim xoşuma gəlirdi, bilmirəm. O daha çox Tovuz, Qazaq, o Gürcistan. Qarabağda ümumiyyətlə çox şey İnanırsan, yoxdur. Ağdaldan Var, amma az. Yəni də əlbəttə muğamda daha güclüdür, təbii olaraq Qarabağda. Gülaflı məktəbinə piyada gedib gəlirdik də, xeyli yoludur. Bax o yollar gedib gələ mən aşıq mahnılarda da oxuyurdum. Birdən sinifdə Nədən də, Michael Jackson? birdən sinifdə də elə oxuyanda uşaqlar deyir ki, valla sənin qəşəng səsin var. Mən də o saz kəşfetimi səsin. Bir dəfə gedib demişdilər o. Bizim şeydə məktəbdə musiqi müəlliməsi vardı, alimə müəllimə. O nə qədər elədi, oxub bir ağız qulaqlıq oxu, mən oxumadım. Amma yollarda Eləyərdilər sən. Genlərdə var, hə. Ondan amma sənə keçib, sən də deyib ki, mən məktəbdə oxuyurdum. Oxuyurdum, arada uşaqlar yığıb başıma. amma yolda gedə Məndən də oxuyurdum da, o vaxtı. Ola bilər, hə, düzdür. Musiqini hiss eləmək. Düzdür, o vaxtı
belə o vaxtın musiqilərdə indiki kimi deyildi. Həqiqətən ancaq xalq mahnıları oxuyurdu. Daha çox əlbəttə o elə. Məsələn o gedə-gedə yolda o öz taytuşlarımızın da içində mən qabağa çıxıb gedirdim. O mən gəlirdim yarım çıxdı qarşıma. Onu Mən bilmirəm. sevdim nələr gəldi başıma olmaz. belə Hə, bir hə, mahnı. bilirəm. Mən onu uşağı çox Hə. eşidirdim. Yəni uca dağlar, uca Bilsən, dağlar. hansı qız oxuyurdu? Bir dənə də müğənni var idi, Reyhan. Yadında o Hə, çox... Bərdəli. Reyhan Hələ də durur, hələ də Onda sən oxuyur. qabı yanda oxuyursan bax. Hə, oxuyur. Mamaya da Mən bütün işləri oxuyam. Bütün mama. Elə mən Eləyirəm. mahnıların çoxu mamamdan öyrəndim. Hə. Çünki uşaqlıqdan o qədər oxuyub, əslində bax o vaxt mamam onları oxuyanda, o xalq mahnıları falan. Mən uşaq idim deyə başa düşmürdüm. Ürəyimdə deyirdim ki, bu nə mahnıdır, tamam oxuyur, muğamat və elə mahnılar, xalq mahnıları. Amma sonradan indi onun hamısını özüm başa düşürəm, özüm oxuyuram. Çünki o hərdən mənə o damarım tutur, o ruhum tutur. Hə, Çox xalq həqiqi, mahnısı. həqiqi. Zeynəb xanlarovanı açıb var. O xoşum gəlir. Hə, o vaxtdan xalq mahnıları dəhşətdə bizim o gənclik vaxtımıza düşmüşdü bu Teymur əmi. Mən təzə mahnısı gəl, sudan gələn sürməli qız. Onu çox oxuyur. Hə. Sudan gələn sürməli qız, sudan gələn Çox sürməli incidir kuzə, səni bala çox incidir kuzə. Mən də hamısını bayağı əzbər bilirəm. Çünki Kuzəni həm televizorda çiynimdən mən də mamamdan kuzəni eşidirəm. çiynimdən alam, qolumu boynuna, sallam bala qolumu boynuna. O çay aşağı, çay yuxarı oxuya gedirdi, suya gəlirdi. Yəni o vaxtın mahnıları İndi saz öyrənə bilərsən. Nə? Saz gətirsən sən saz öyrənə bilərsən. sazı yox, çətin indi. Sazı Məncə çətin. öyrənərsən. Sazı çətin. Elə belə bir amma- biraz cıngıldatmağı da öyrənə bilərsən məncə. Yəni Sazı çətin. gec deyil də amma- heç vaxt. Amma saz Uşaqlıq artıq. Gələrsən bizdə sax öyrədər. Saz səsi gələn kimi ürəyim gedir. Hə. Öyrənər. Amma Amma mahnıları mən də ümumiyyətlə pianino çalmaq istəyirdim, amma sonra mən musiqiyə zada baş qarışdı qoyan olmadı. Evdə o gərək o alət mütləq olsun da, o da Hə, o ağır bir sizin şey. vaxtınız vaxt çətin Elə məsələ asan idi. məsələ deyildi gedib biz onda lap balacaydıq. Bu Səxavət Məmmədov məktəbdən gedəndə belə çaylaq vardı bizdə. Çaylaqla onlar gedib gəliblər məktəbə. Oradan gedə-gedə oxuyurdu o vaxtın mahnıları. Mən yadımda o qaldı ki, o vaxt Səxavət bilmirdi. Məmmədov. Hə, Allah'ın Hə, olsun. sən tay düşdün belə baxırsan. Hə, o bizdən 53-cü ildən də o bizdən Səndən də böyükdə. böyük. Hə. Hə, oxuya gedirdi çaylaqları, gəlirdi. İntereslidir səsi də oxumaq. Həqiqi elə bilirdim ki, bülbül cəhcəhli bax elə. Çünki o qulaqlardan elə qidalanıb. O vaxtı belə ara mahnıları yox idi. Heç kəs belə mahnıları Həm də oxumurdu. mahnı çıxartmaq da asan Hə, deyil idi o axı. ancaq segah bir oxuyurdu. Arxasından da çiçək mahnısı vardı. Hə. Mən sənə üz tutub deyirəm yenə, niyə ürkək baxırsan mənə? Onu oxuya segah deyirdi Əslində dandı. amma deyirsən xalq mahnıları. Əslində onların bəziləri də bir çox xalq mahnısı olmayıb. Sadəcə xalq mahnısı üslubunda yazılmış bəstəkar mahnılar. Rus bəstəkar bilinməyib, heç Hamı onu onu görmürəm. elə oxuyub. Çünki elə mahnılar qəbul olunurdu da hələ o bu estrada mahnıları sonra da.